Salam aziz dostlar, hamınızı salamlayıram. Gözəl bir istirahətlə gəlmişəm görüşünüzə. Maraqlı bir göstəri olacaq. 2 ədəd ip ilə. Bir dənə də papağım var burada. Qırmızı ip və sarı ip. Bir ədəd qırmızı, bir ədəd sarı ip. Yəni göstərin adı belədir. Sehirli düyün. Bu qırmızı ipin üstünə bir dənə düyün vururam. Diqqətli olun, baxın. Düyün. Düyün qırmızı ipin üstündədir, görürsünüz. Bunu belə doluyuruq, bir-birinə doluyuruq, çoxlu doluyuruq. Düyün qırmızı ipin üstündədir. Bir dənə belə eləyirəm yenə. Bəzən belə eləyirəm. Düyün qırmızı ipdən keçdi. Hansı ipə? Sarı ipə. Baxın. Sarı ipə. Keçdi. Bunu qoyduq papağa. Deməli, çalışacaq bu sehirli düyün olduğuna görə, sehirli düyün. Bunu buradan qopartmaq lazım. Çıxartmaq. Yəni belə bax. Çıxardıram. Gördünüz? Çıxdı. Deyirlər, yox, bu sehirli düyünsə təzdən yapışsın da ora. Aha, onu da eləmək olar. Problem yoxdur, bax. Atdım ora. Təzdən ora yapışdı. Deyirlər, onda burada nəsə yapışqan vardı. Deyirəm ki, axı mən dedim bu sehirli düyün. Üfürürük, bərabər açırıq. Bir neçə saniyə ərzində bu sarı ipin bir hissəsi olaraq, yəni əmələ gəldi. Bu qırmızı düyün sarı iplə reaksiya getdi və onun bir hissəsi oldu. Çox maraqlı bir göstəri, çox maraqlı bir istirahət. Hamımıza can sağlığı. Nəzdir? Bu da bizim papağımız. Necədir? Sağ olun.